Çoxlu sayda verilənləri bir yerdə saxlamaq üçün Python dilində siyahılardan geniş istifadə olunur. Siyahı nizamlı şəkildə saxlanılan obyektlər yığınıdır. Siyahını təşkil edən obyektləri onun elementləri deyilir. Siyahıda ədədlər, sətirlər, başqa siyahılar, yaxud bunların hamısını eyni zamanda saxlamaq olar. Siyahının hər bir elementinə bir nömrə indeks uyğundur ki, ona həmin nömrə vasitəsilə müraciət etmək, ona yeni elementlər əlavə etmək, yaxud hansı elementləri siyahıdan uzaqlaşdırmaq olar. Python dilində siyahının elementləri kvadrat mütərizədə yazılır və onlar bir-birindən vergüllə ayrılırlar. Məsələn, aşağıdakı list dəyişənində saxlanılan və elementləri həftənin günləri olan siyahı örnək olaraq verilmişdir. List. Python dilində siyahının elementləri sıfırdan başlayaraq nömrələnir. Yuxarıdakı nümunədə bazar ertəsi elementinin nömrəsi, yəni indeksi sıfıra bərabərdir. List siyahısının i indeksi elementinə müraciət etmək üçün sadəcə list i göstərmək lazımdır. Məsələn, list göründüyü kimi 2 nömrəli element ekrana çıxdı. Mövcud siyahının hər hansı elementini çox asanca dəyişmək olur. Bunun üçün siyahının uyğun indeksli elementinə sadəcə yeni qiyməti mənimsətmək lazımdır. Məsələn, list 3 bərabərdir. Biz yazsaq ki, 4-cü gün bu zaman bu komandanın icrasından sonra həftənin günləri ilə bağlı siyahının 4-cü, yəni 3 indeksli elementi dəyişəcək. Göründüyü kimi 4-cü gün. Cümə axşamın yerinə 4-cü gün yazılır. Bəzən bütövlükdə siyahıdan deyil, onun hər hansı kəsiyindən, yəni alt siyahıdan da istifadə etmək lazım gəlir. Məsələn, əgər bizə list siyahısının yalnız i indeksindən iota indeksinədək elementləri lazımdırsa, onda bunu list i2 nöqtə iota kimi göstərə bilərik. Nəzər alaq ki, i indeksi element yekun siyahıya daxildir. Iota indeksi element isə daxil deyil. Məsələn, list 1-3 zaman çərşənbə axşam və çərşənbə ekrana çıxdı. Proqramlaşdırmada xüsusi siyahılarla bir çox dillərdə massivlərlə iş zamanı dövrlərdən istifadə olunması çox əlverişlidir. İndi biz dövrdən istifadə edərək həftənin günlərini ardıcıl olaraq çıxışa verən proqramı yazaq. Fayl menüsünün var. Dövrü quraq. List. Print. Proqramımızı icra edək. Göründüyü kimi həftənin günləri ardıcıl olaraq çıxışa verildi. Yalnız ədədlərdən ibarət olan siyahılar üçün xüsusi funksiyalar vardır.
Məsələn, sum funksiyası siyahının elementlərinin cəmini hesablayır. Bərabərdir. Tutaq ki, sum funksiyasından istifadə edərək siyahının mass adlandırdığımız üçün sum mass yazırıq. 11. Deməli, siyahının mass siyahısının elementlərinin cəmini hesabladım. Siyahılarla bağlı əsas funksiyalar, əməllər vardır ki, onların bəzilərinə tanış olaq. Tutaq ki, len list funksiyası funksiya vasitəsilə siyahının elementlərinin sayı müəyyən olur. Məsələn, list bərabərdir deməli, list siyahısının elementlərinin sayı 3'dür. Sonra list 1 gələk list 2. Bu yazılış onu göstərir ki, list 2 siyahısının elementləri list 1 siyahısının sonuna əlavə olunur. Məsələn, tutaq ki, list 1 siyahısının elementləri 1 3'dür. List 2 siyahısının elementləri isə sətir tipli cəmiyyətlərdir. Tutaq ki, 1 2 Əgər biz list 1 üstə gələk list 2 yazsaq, onda göründüyü kimi list 2 siyahısının elementləri list 1 siyahısının elementlərinin sonuna əlavə olunur. Sonra başqa bir funksiya vardır ki, min list. Bu funksiya onu göstərir, qiyməti ən kiçik olan element müəyyən edilir. Məsələn, tutaq ki, list 1 siyahısının elementləri bərabərdir -42 Əgər biz bu funksiyanı yazsaq, min list 1 ekrana -42 çıxacaq. Çünki burada ən kiçik rəqəm element -42'dir. Sətir tipli cəmiyyətlərdə isə bu əlifba sırası əsas götürülür bu zaman. Bax, məsələn, list 2 bərabər funksiyanı yazan kimi 60 ekrana çıxır. Max funksiyası vardır ki, max list.
Demək, bu funksiya vasitəsilə qiyməti ən böyük olan element müəyyən edilir. Məsələn, tutaq ki, list max ekrana 85 rəqəmi çıxacaq. Sonra siyahıdan i nömrəli elementi uzaqlaşdırmaq üçün demək ki, del list i funksiyasından istifadə olunur. Məsələn, tutaq ki, list bərabərdir del funksiyasını yazırıq. Göründüyü kimi ikinci element uzaqlaşdırıldı. Yəni 3 rəqəmi uzaqlaşdırıldı. Burada sıfırdan başlayıb nömrələndiyi üçün burada ikinci element 3 sayılır. Siyahılarla bağlı sadə məsələləri həll etmək olar. Tutaq ki, bizə A siyahısı verilib. A siyahısının elementləri ədədlərdir. A bərabərdir və s. Tutaq ki, bu A siyahısının elementləri ədədlərdir. Siyahının müsbət elementlərinin cəminin tapılmasını tələb olunur. Bunun üçün biz x bərabərdir 0 qəbul edirik. Dövr operatordan istifadə edirik. Buna şərt qoyuruq. If sıfırdan böyükdürsə onda s bərabərdir s üstə gələk deməli A siyahısının eyninci elementini üzərinə s-i gəlib cavabı da ekrana versin. Print proqramımızı icra edək. Göründüyü kimi ardıcıl olaraq proqramımız icra olundu. Burada siyahının müsbət elementləri cəmi hesablanmışdır. Yəni bir-bir bu cəm hesablayıb ekrana çıxışa verdik. Sonra başqa bir məsələni həll edək. Bunun üçün yenə bu məsələnin şərtində isə yenə A siyahısında 7-yə tam bölünən elementləri və onların indekslərini çap edin. Belə bir proqramın qurulması tələb olunur. Tutaq ki, bizim siyahımız A bərabərdir 2. Mənfi 49.
28, 36 ve say. İş bərabərdir. Yine 0 qəbul edirik. Yine dövrü operatordan istifadə edək. Bayaqki misalda göstərdiyimiz kimi. Sıfırdan siyahının elementlərinin sayına qədər. Burada ise şərt qoyulur. Print. Verdi. Proqramımızı icra edək. Göründüyü kimi ikinci elementimiz, iki nömrəli elementimiz mənfi 49'dur. Yəni 7'ye bölünən ədədlərdir. Üçüncü elementimiz 7'dir və 5-ci element 98. Demək bu ekrana verilən ədədlər həm 7'ye bölünür, həm də onların indekslərinin nömrələri ekrana çıxmışdır. Siyahılara aid başqa bir məsələni həll edək. Verilmiş ədədlər siyahısında 0'a bərabər elementləri siyahının maksimum elementi ilə əvəz edin. Bu proqram Python proqramlaşma mühitində tərtib etmək üçün belə bir proqram quraq. Tutaq ki, bizim siyahımız A bərabərdir 0, 17. Ədəd tipli siyahı birlikdir. Əvvəlcə həmin siyahını ekrana verilməsini üçün çap edək. Sonra dövr operatordan yenə istifadə edək. For rangi 0 əgər A siyahısının y'ninci elementi 0'a bərabərdirsə, onda A'nın y'ninci elementi bərabərdir max A. Burada biz max funksiyasından istifadə edirik. Çünki bu max funksiyası həmin siyahının ən böyük elementini ekrana verir. Çıxışa verir. Sonra çap. Print A. Proqramımızı icra edək. Göründüyü kimi əvvəlcə bizim siyahımız çap olundu. Sonra isə
birinci yerdə duran 0 elementi ən böyük elementlə əvəz olundu 77 ilə. İkincidə də yenə 77 ilə əvəz olundu. Siyahılara aid başqa bir məsələni işləyək. Demək, məsələmiz belədir ki, verilmiş siyahının tək indeks elementlərini onların qiymətləri ilə siyahının ən kiçik elementlərinin cəmindən alınan ədədlərlə əvəz edin. Tutaq ki, yenə A siyahımız var. Print A. Yine dövr operatordan istifadə edirik. Qalığın tapılması əməlindən istifadə edirik. Və min funksiyasından istifadə edirik. Min A funksiyasından istifadə edirik. Print A. Mənə elə gəlir ki, alqoritm aydındır. Proqramımızı icra edək. Tək indeksli elementlərinin siyahısını onların qiymətləri ilə, yəni siyahının ən kiçik elementinin cəmindən alınan ədədlərlə əvəz olundu.